Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər, müəllimlər, şagirdlər və biologiya sevərlərimiz. Biz həmişə kimi bu dəfəki videomuzda da ABC Akademiyanın biologiya sınaq toplusunun testlərindən izah verəcəyik. Sınaq 11 haqqında bu günləri, sınaq 11-in sualları haqqında bu günləri sizlərin izahlarla məlumatlandıracağım. Demək, birinci sualda deyir ki, yaranan maddələr okean suyunda toplandıqda su isti durbilyon şəklində düşmüşdür. Bu fikir hansı alimə məxsusdur? Təbii ki, Oparinə məxsus olmuşdur bu fikir. Sonra Oparinin fikrində təsdiqləyən John Haldane olmuşdur. Bunu bilirsiniz. 11-ci sinif dərsliyində verilibdir. Salmonella nədir? Salmonella spor əmələ gətirməyən çöp şəkilli bakteriyadır. Yəni bütün bakteriyalar spor əmələ gətirir fikrini deyə bilmərik. Ona görə cavabımız C bəndi. Üçüncü sualda bizə deyilir ki, canlı cədvələ əsasən verilən ifadələrdən hansı yanlışdır? Canlı verib tənəffüs orqanı ağciyərdə daxili skeleti var, xarici skeleti yoxdur. Demək biz bunu suda qurda yaşayanlardan o tərəfə götürə bilərik. Y üçün deyir ki, qəlsəməsi var, daxili skeleti yoxdur, xarici skeleti var. Burada biz anadontanı düşünə bilərik, burada kalmarı düşünə bilərik, burada xərçəngi düşünə bilərik. Düzdür, bu şəkildə qeyd edə bilərik. Z'də isə deyir, qəlsəməsi var, daxili skeleti var, xarici skeleti yoxdur. Burada biz balıqları düşünə bilərik. Burada biz hətta neştərçənin özünü də düşünə bilərik. Daxili skelet xordadan ibarət daxı onda. Bu şəkildə. İndi gəlin baxaq. Yanlışı istəyir. Deyir ki, A bəndidə ilk canlısı soyuqqanlı heyvan ola bilər. İlk canlısı, bəli, soyuqqanlı heyvan ola bilər. Məsəl üçün, deyək ki, suda qurda yaşayan olar, sürünən olar. Ola bilər. Bu doğru bir fikirdir. D-də isə deyir ki, ilk canlısı diri bala doğa bilər. Diri bala doğa bilər. Bəli, sürünənlərdən diri bala doğan vardır. Gürcə məsəl üçün. Diri bala doğrudur. Sonra B bəndində deyir ki, Y canlısı növ sayına görə ən böyük tipin nümayəndəsi ola bilər. Aha, qəlsəməsi var, xarici skeleti var. Demişdik, burada biz xərçəngi götürə bilərik. Bu da növ sayına görə ən böyük tip olan buğumayaqlar tipinin bir nümayəndəsidir. Bəli. Y bəndədir ki, Y canlısı quru mühitində yaşayan canlı ola bilməz. Niyə olmasın ki? Məryəm qurdu quru mühitində yaşayır. Ola bilər. Səhv fikirdir. C bəndədir. Z canlısının inkişafı düzünə yolla gedə bilər. Əlbəttə gedə bilər. Əlbəttə gedə bilər. Yəni, diri bala doğan, məsəl üçün deyək ki, e, balıq var. Ən azından. Diri bala doğan balıq var. Ona görə düzünə yolla gedə bilər. Bəli, cavabımız 3-cü sualda oldu. Y bəndi. Gəldik 4-cü suala. Bizə deyir ki, sağlam insanda allergenlər cütünə malik ola bilər. Zigot, bəli. Blastomer, bəli. Spermatozoid, xeyr. Yumurta hüceyrəsi, xeyr. Neyron, bəli. Yönəltici cisimcik, xeyr. Yəni, diploid hüceyrəyə baxmalıyıq da. 1, 2, 5. Cavabımız Y bəndi olacaq 4-cü sualda. 5-ci suala gəlməliyik. 5-ci sualda bizə nə verilibdir burada? 5-ci sualda bizə qrafik verilib. Deyir, sümüklərin üzərində düşən yükün miqdarı ilə sümük maddəsinin yenilənməsi arasındakı asıllıq hansı qrafikdə doğru göstərilmişdir? C bəndidir burada cavab. Nə qədər ki, sümüklərin üzərinə yük daha çox düşür, sümük maddəsi daha çox yenilənmiş olur. Yəni, C bəndi olacaq. Burada başqa bir variant ola bilməz. Düz mütənasib asılıdır. 6-cı sualda cədvələ əsasən X-in qiymətini tapın. Zülalın tərkibində olan amin turşuları radikallarının kütləsi 9180-dir. Bu zülalın tərkibində 2 peptid rabitənin əmələ gəlməsində iştirak edən amin turşuların sayı, yəni zülalın tərkibindəki ortada yerləşən amin turşuların sayını istəyir bizə. Biz həmən nə edirik? 9180-i radikalın kütləsi olan 54-ə bölürük və 170 dənə amin turşu tapırıq buradan. Buradan bir əvvəldəkin, bir də sondakini çıxırıq. 170-dən 2-ni çıxanda nə qalır? 168. Yəni D bəndi olur 6-cı sualın cavabı. 7-ci suala gəlirik. Deyir, uyğunluğu müəyyən edin.
Epitel toxumasının şişləri, birləşdirici toxumanın şişləri. Epitel toxumasının şişlərinə papilloma adenoma kista xoş xassəlidir, karsinoma bəd xassəlidir. Düzdür. Birləşdirici toxumanın xoş xassəli şişlərinə fibroma, lipoma aiddir. Sarkoma isə nədir? Bəd xassəliyidir. Uyğunluq pozulmayıb müəyyən eləsək 2, 5, 6-da, yəni A bəndi olacaq 7-ci sualın cavabı. 8-ci sual. Hansının formalaşdığı rüşeyn vərəqinə bağırsaq boşluqlarda rast gəlinmir? Yəni ki, mezoderma bağırsaq boşluqlarda olmadığına görə biz mezodermanı axtaracağıq da, görək mezodermada nə əmələ gəlib. Burada nəfəs borusudur, qaraciyərdə endodermadan əmələ gəlib. Sinir sistemi epidermis ektodermadan əmələ gəlib. Amma böyrəklər mezodermadan əmələ gəlib. Cavabımız Y bəndi. 9-cu sualda X, Y, Z kanın cəmini istəyir. Eritinin vena damarlarında dövr edən qan növlərinin sayı 2 dənədir. Arteriyaların dövr edən qan növlərinin sayı yenə 2 növdür. Venoz arterial. Ürəkdə olan qan növlərinin sayı yenə 2 növdür. Bədənində dövr edən qan növlərinin sayı yenə 2 növdür. Cavabımız 8 eləyəcək B bəndi 9-cu sualda. 10-cu sualda uyğunsuzluğu müəyyən edin. Bitkilər quruya çıxıb ordovikdə. Bitkilər quruya çıxıb ordovikdə. Doğrudur. Doğrudur. Əlavə köklər yaranıb silurda, bəli, planlarda yaranmışdır. Döş qəfəsi formalaşır daş kömürdə, bəli, sürünənlərdə yaranmışdır. Dişlər ixtisaslaşıb perimdə, triasda yox. Uyğunsuzluq olan budur. Parapitiklər meydana gəlib paleogenda. Bu da nədir? Doğru bir fikirdir. Doğru bir fikirdir. Sonra davam edirik 11-ci sualla. Deyir ki, doğru cavabı seçin. Tetraploid bitkinin öz-özünə tozlanması zamanı əmələ gələn toxumun endospermi 3N xromosom dəsli olur. Xeyr, 6N xromosom dəsli olur. 2N diploiddə 3N isə tetraploiddə yəni olmalıdır 2 dəfə çox, yəni 6N. Maylanmada iştirak edən bir hüceyrənin xromosom dəsti N ola bilər. Xeyr, ola bilməz. Ola bilməz. Mərkəz hüceyrəsi 4-dən olacaq, bitki kimi. Yumurta hüceyrəsi və spermi hər biri 2N xromosom dəstinə olacaq. Yəni, bu doğru bir fikir deyil. A da doğru bir fikir deyil onsuz da. C-dədir ki, bir rüşeym hissəsində maylanmada iştirak edən qamet sayı 6 olur, xeyr 3 olur elə. Bir rüşeym hissəsində maylanmada iştirak edən hüceyrə sayı 10 olar, xeyr 3 dənədir. Bir rüşeym hissəsində maylanmada iştirak etməyən hüceyrənin xromosom dəsti 10N olar, bəli. Normalda diploid bitkidə maylanmada iştirak etməyən hüceyrələrin sayı 5N isə, biz tetraploid də, yəni 4N də nə qədər olacaq? Bu şəkildə yazıb hesablaya bilərsiniz. Cavabımız da 10N edəcək. Yəni 11-ci sualın cavabı Y bəndi olmuş olar. Sonra 12-ci sualda sidik kisəsinə malikdir. Xanı balığı, bəli. Göl qurbağası, bəli. Cəld kərtənkələ, bəli. Amma neştərçi də yoxdur. Cavabımız 1, 2, 4, D bəndi olacaq 13-cü sualda. 13-cü sualda sürfəsi balıqlara zərər vurur. A. Anadontanın parazit yolla balıqlarla qidalanır. 14-cü sualda cədvələ əsasən doğru fikri tapın. Qurda verib KLM kimi əsas sahibi insandır, aralıq sahibi qara maldır deyibsə, bu öküz soliteridir. Əsas sahibi qara maldır, aralıq sahibi kiçik göl lebizidirsə, bu qaraciyər sorudusudur. Əsas sahibi it, aralıq sahibi insan ola bilər deyirsə, bu da dənəvər Echinokokdur. Deyir ki, A bəndində M qurdunun sormat sayı 2-dir, xeyr 4 dənədir. K canlısı ağciyərlərdə parazitlik edir, öküz soliteri ağciyərdə nə işi var ki? Səhvdir. E canlısı nazik bağırsaqda parazitlik edir, qaraciyər solitusu qaraciyərdə parazitlik edir. K canlısının inkişafı düzü nədir? Öküz soliterinin inkişafı düzünə olmaz sürfəsi var idi.
M canlısı sürfə mərhələsində çoxala bilir. Dənəvər exnakok bəli, qovuq halında çoxalırdı. Doğru bir fikirdir. Cavabımız Y bəli. 15-ci suala gəlirik. İnsanın yuxarı ətraf qurşaq skeleti ev itində olduğu kimi olsaydım, yəni yalnız kürək sümüklərindən ibarət olsaydı, bu şöbə bilavasitə neçə sümüklə birləşərdi? Bu şöbə bilavasitə neçə sümüklə birləşərdi? Aha, iki sümüklə birləşərdi də sadəcə. İki sümüklə, ancaq bazı sümükləri ilə. Başqa nə ilə birləşə bilərik? C bəndə olar. Çünki kürək sümüyünə ancaq bazı sümüyü birləşir də. Belə körpücük də birləşir. Körpücük də gəlib insanda məsəl üçün nəyə birləşir? Döş sümüyünə birləşir. Ona görə insanın yuxarı ətrafı qurşağı iki bazuya, bir dənə də döş sümüyünə birləşir. Amma körpücük sümüyü yoxdursa, ancaq kürək sümüyü bazuya birləşəcək. Yəni iki dənə də bazu sümüyünə, iki kürək sümüyü iki bazu sümüyünə birləşir. 16-cı sualdır. Toxumluğun yetişmə zonasına daxil olmuş bir hüceyrədən. Aha, çoxdandır sınaqlarda, yəni belə suallar salınmırdı. 5-6 sınaq da hardasa. Darıxmışdıq belə suallarla. Toxumluğun yetişmə zonasına daxil olmuş bir hüceyrədən sonda əmələ gələn spermatozoidlərdə cəmi 80 avtosom xromosom vardır. Deməli, bir hüceyrədən 4 dənə spermatozoid əmələ gəlir. Düzdür. 4 spermatozoid demək 4 en deməkdir. Çünki haploid daxı haploiddir. Bu enin qarşısındakı rəqəm 4 dənə də 4 dənə cinsiyyət xromosomu deməkdir. Düzdür. Yəni bunlarda 4 en bərabər olacaq. 80-nin üstünə 4 dənə cinsiyyəti gələcək 84-ə. Enimiz olacaq 21, diploid xromosom sayımız da olacaq 42. Deyir ki, bu canlının somatik hüceyrəsinin nüvəsində neçə xromosom olduğunu hesablayın. Aha, cavabımız 42. C bəndi. Tapmışdıq zaten. 17-ci sualda. İnsanın hansı orqanlar sisteminə aid olan orqanına vena damarı ilə qan gətirilir, qaraciyərə gətirilir, həzm sisteminə aiddir və ürəyə gətirilir, qan damar sisteminə aiddir. Cavabımız B bəndi olacaq 2, 4, 17-ci sualda. 18-ci sualda. Bütün nümayəndələr heterotrof yolla qidalanan aləm, yəni göbələklər aləmi haqqında düzgün fikirləri seçin. Eukaryot canlılardır. Bəli, doğrudur. Xlorofil və xloroplastları olmur. Bu da doğrudur. Bütün nümayəndələrində papaq və kötüklükdən ibarət meyvə cismi olur. Xeyr. Kökləri olmur. Doğrudur. Bir hüceyrəli nümayəndələri olmur. Olur. 1, 2, 4 şəklində götürəcəyik cavabımız C bəndi. 19-cu sual. Hemofiliya daşıyıcısı olan uşağın somatik hüceyrə nüvəsində xromosom müxtəlifliyi neçə olar? Hemofiliya daşıyıcısı deyirsə, bu qız uşağıdır. X böyük H, X kiçik H-dır. Oğlan uşağı daşıyıcı ola bilməz. Bu hemofiliya daşıyıcısı olan sözünü deyir ha. Onu sizə sadəcə çaşdırmasın. Sadəcə qız olduğunu demək üçün deyir. Qızda 23 xromosom müxtəlifliyi var. Somatik hüceyrədə hemofiliyanın olub olmamasının bura heç bir aidiyyatı yoxdur. Yəni cavabımız Y bəndidir 19-cu sualda. 20-ci sualda. Zülalların biosintezinin birinci mərhələsi ilə bağlı düzgün fikirləri seçin. Yəni transkripsiya. Sitoplazmada gedə bilər, bakteriyalarda gedə bilər. Mərhələnin sonunda polinukleotit sintez olunur. Bu da doğrudur. RNT növləri sintez olunur. Polisomda gedə bilər, xeyr. Prosesdə 4 növ nukleotit iştirak edir, səhvdir. 8 növ nukleotit iştirak edir. 2 membranlı orqanoid də gedə bilər, bəli, mitoxondrida, plastiddə gedə bilər. Prosesin sonunda polipeptid sintez olunur, bu da səhvdir. Cavabımız 1, 2 və 5. Yəni A bəndi olacaq 20-ci sualda. 21-ci suala gəlirik. Burada deyir ki, növ sayına görə ən böyük tipin bütün nümayəndələri üçün ortaq xüsusiyyət sayıla bilər. Yəni, bütün buğumayaqlardan söhbət gedir. Bədənin başdaş və qarıncıqdan ibarət olması, xeyr. Həşəratlarda məsəl üçün bədən üç hissədən ibarətdir.
Yumurtadan sülfənin çıxması xeyr. Sülfəsi olmayan nümayəndələr də var. İnkişafı düzgün olan xərçənglər kimi, hörümçəyin özü kimi, əqrəb kimi, böv kimi, yəni bu şəkildə. Ağız aparatının gəmirici olması, xeyli sorucu ağız aparatına malik olanlar da var. Xitinləşmiş xarici skeletin olması hamısına aid olan xüsusiyyətdir. Qanın yalnız damarlarla hərəkət etməsi xeyr. Hamısında qan e, damarlarla da hərəkət edir, bədən boşluğunda da tökülür. Yəni açıq qan davar sistemi var. 22-ci sualda çox hüceyrəli bir canlının əmələ gətirdiyi qametlər aşağıdakı kimidir? Eyvallah. Aha, bu qametlərdən başqa fərqli bir qamet əmələ gətirməyən canlı haqqında hansı fikirlər doğrudur? Krasinkover baş verməmişdir. Burada bax genotip bu şəkildə olacaq. Böyük A, böyük B, kiçik A, kiçik B. Bunlar bir də böyük C ilə kiçik C ayrı-ayrı xromosomlarda olacaq. Niyə görə? Krasinkoverdə baş verməyibsə, buradan iki qamet əmələ gəlir. Böyük A, böyük B və kiçik A, kiçik B. Bu da zaten iki növ qamet verir. Böyük C-ni və kiçik C-ni. Və bunları bir-bir çarpazlaşdıranda, böyük A, böyük B-ni çarpazlaşdıranda, böyük A, böyük B, böyük C, böyük A, böyük B, kiçik C. Kiçik A, kiçik B-ni çarpazlaşdıranda, kiçik A, kiçik B, böyük C, kiçik A, kiçik B, kiçik C tipli qametlər yaranır. Gördüğümüz kimi çubuqlarımızı sayanda 2 dənə burada, 2 dənə də burada. Yəni 4 dənə xromosom var. Diploid sayımız 4'e beraber. A ve B genləri ilişiklidir. Bu da doğrudur. Bütün genlər fərqli xromosomlarda yerləşir. Xeyr, A ilə B ilişikdir. Yəni cavabımız 1-2 A bəndə olacaq 22-ci sualda. 23-cü suala gəlirik. Bir nəsil ağacı verilib, qan qrupları ilə əlaqəli. Biraz bunu yaxınlaşdıraq. Deyir, aşağıdakı nəsil ağacında bəzi fərdlərin qan qrupları verilmişdir. Növbələnmiş fərdlərdən hansının mütləq şəkildə ikinci qan qrupludur kimi ifadə verib bizə. Tamam. Demək, bizə köməkçi olan dördüncü qan qrupu və birinci qan qrupudur da, düzdürmü? Bax, burada 0-0 qan qrupu üzə çıxır, düzdürmü? Baxıram ki, burada 0-0 isə bu sıfırın biri anadan gəlir. Digəri atadan gələcək. Burada 0 var. Bəs bu A hardan üzə çıxıb? A da demək ki, atadan gəlmiş olacaq. İkinci mütləq şəkildə ikinci qan qrupuna sahib olan fərd. Gəldik buradan. Bax, dördüncü qan qrupudur. B anadan gəlibsə, A da mütləq atadan gəlməlidir. Və birinci qan qrupudursa, bu B sıfırdır. Çünki 0 buradan gəlib. Digər 0 geni isə buradan gəlib. 3 də yalnız ikinci qan qrupuna sahibdir. Birə baxanda burada biz dəqiq bir şey deyə bilmirik. Dəqiq bir şey deyə bilmirik ki, çünki bax burada, bax bu da A qan qrupudur, bu da A qan qrupudur, ikinci qan qrupudur. Burada B sıfırda olsa bunu almaq olar. Burada A sıfırda olsa onu almaq olar. Burada hətta 0-0'da olsa bunu almaq olar. Ona görə dəqiq deyə bilmirik biri. Amma 2 ilə 3'ü dəqiq deyə bilirik. Onun üçün də cavabımız B bəndə olacaq. Davam edirik. 24-cü sualda. İrsi məlumatların ötürülməsi kimi bir çox bioloji proseslərin öyrənilməsi hansı səviyyədən başlanılır? İrsi məlumatı nə ötürür? DNT molekulu. DNT molekulu. Molekulyar səviyyədə başqa şey fikirləşməyə ehtiyac varmı? Xeyr. 25-ci sual. İnsanın normal halda ürək siklinin ikinci fazasına sərf olunan zaman n olarsa, yəni 0,3 saniyə n-dirsə, onun ömrü hansı ifadə ilə müəyyən olunur? Bütöv ömür deyəndə 0,8 saniyəni götürək də, bütöv istəyir. X. X da bərabərdir 0,8 n bölünsün 0,3. Tamam, yəni bu tənasüblə getməyək, tənasüb kimi düşünülməyib. 0,3'ü n-ə bərabər edibdir və 0,8'i istəyibdir bizdən, bütövi istəyibdir. Yəni, mən 2-ni 0,3'ə vursam,
2'ni 0.3'e vursam. Eləcə 0.6. 0.6. Və üzərinə bunun nə gəlsək ki biz, nə gəlsək ki 0.8'i alarıq. A, tamam. Belə götürülək onda. Cavablardan geçsək. C bəndinə baxanda doğru cavab üzə çıxır. 0.3 eni yerinə qoyuram. Üstə gəlsin. 0.3 bölünsün 3 və vurulsun 2. Bu tip suallar niyə lazımdır? 0.3 plus 0.1 vurulsun 2. Bu da edir 0.8. Tamı tapdıq yəni. Bütöv şəkildə 0.8'i tapdıq. C bəndi. C bəndi. Bax bu tip suallar biraz adamın başını qarışdırandır. 26-cı sualda. Əlverişli şəraitdə başlanğıc sayı 4 olan bakteriya 1 saat ərzində maksimum sürətlə bölünür. Sonda alınan bakteriyanın sayı ikinci bölünməyə məruz qalan bakteriyanın sayından neçə dəfə çoxdur? Əlverişli şərait isə 20 dəqiqədən bir bölünür. 1 saatda 3 dənə 20 dəqiqə var. 4'dən 8 alınır birinci bölümdə. 8'dən 16 alınır ikinci 20 dəqiqədə. 16'dan 32 alınır üçüncü 20 dəqiqədə. Düzdür. Sonda alınan bakteriya sayı 32 dənədir. İkinci bölünməyə məruz qalan 8 bakteriyadır. Nə qədər, neçə dəfə çox olacaq deyir. 32 bölünsün 8 bərabərdir 4 dəfə. Yəni cavabımız B bəndi olacaq. 27-ci sualda yanlış fikri seçin, göstərin deyir. Qalxana bənzər vəzinin hiperfunksiyası nəticəsində meydana çıxan xəstəlik zamanı, yəni Bazedov zamanı. Bazedov zamanı demişdik, hər şey yüksəlir, yüksəlir. İnsanın kütləsi azalır, arıqlayır yəni və ürək sikli müddəti azalır. Ürək döyüntülərinin sayı artır, bəli. Matlar mübadiləsinin güclənir, bəli. Qan təzyiqi artır, bəli. Gözlər bərəlir, bəli. Ürək siklinə sərf olunan zaman artmaz, azalar. Cavabımız Y bəndi. 28-ci sualda. Heyvanların neçə tipinin nümayəndələrində qəlsəmə ilə tənəffüs edən canlı ola bilər? Neçə tipinin nümayəndələrində? Həlqəvi qurdlarda var, boğmayaqlılarda var və xordallarda var. 3 dənə tipinin nümayəndəsi. Cavabımız olacaq. Bir dəqiqə qoy, bir dəqiqə fikri. Həlqəvi qurdlar, e, sonra mollusklar da var. 4 dənə. Cavabımız C bəndi. Olmuş olacaq. 29-cu sualda. Aşağıdakı sxemdə bir ailə fərdlərinin qan alış-verişi göstərilmişdir. Deyir ki, sxemə görə bu fərdlərin aid ola biləcəkləri qan qrupları hansı ola bilər? Ata Ülviyə qan verə bilər, Ülviyə Zəhraya, Zəhra da anaya qan verə bilər. Əslində demək ki, e, demək ki, ata Ülviyə qan verir, Ülviyə Zəhraya, Zəhra da anasına qan verə bilir. Belə baxanda, bax A variantında ata, ana, AB olsa, ata birinci qan qrupu olsa, buradan ikinci qan qrupu ilə üçüncü qan qrupu olardı. Dördüncü qan qrupu olmazdı. Ana A qan qrupu olsaydı, ata da A qan qrupu olsaydı, birinci qan qrupu A0 A0 şəraitində üzə çıxar. Amma B qan qrupu üzə çıxmaz. Düzdür? Onda A bəndi getdi, B bəndi. Yenə ana AB olsaydı, ata 0-0 olsaydı, AB qan qrupu üzə çıxmazdı. Mümkün deyildi. C bəndini atdıq. Ata AB olsa, ana O qan qrupu olsa, buradan yenə dördüncü qan qrupu üzə çıxır. Ana AB olsa, ata B qan qrupu olsa, dördüncü qan qrupu hər iki uşaqda üzə çıxa bilir. Və ata
ülviyə qan verə bilər və dördüncü qan qrupu da bir-birinə qan verə bilir. Sadəcə mənim başa düşmədiyim bir şey budur ki, ata təkcə ülviyə zəhriyə qan vermiş ola bilməz ki onda. Onda bax buradan da belə çəkilməli idi, buradan da belə çəkilməli idi. Onu niyə çəkməyiblər? O tam aydın olmadı. Yəni 29-cu sualın cavabı Y bəndidir. O hissəni məncə tam qoymayıblar. 30-cu sualda şəkildə meyoz bölünməyə aid fazalar göstərilmişdir. Bunlardan hansı ikinci meyoz bölünməyə aiddir? Bunlardan hansı ikinci meyoz bölünməyə aiddir? İkinci meyoz bölünmədə bir xromatlı xromosomlar qütbləri çəkilir də. Bax, Y bəndi, A bəndi və D bəndi. B birinci anafazadır, C birinci metafazadır. Ona göre A, D, Y. Yani B bəndi olacaq 30-cu sualın cevabı. 31-ci suala gəldik. Bakteriya növləri veribdir. Vay Allah, buna böyle sualdır. Demək, aşağıdakı cədvəldə müxtəlif mühitdə yaşayan bakteriya növləri radioaktiv şüaların təsirinə məruz qaldıqdan sonra yaşaması üçün lazım olan bəzi maddələri sintez etmə və sintez etməmə bacarıqları göstərilmişdir. Hansı iki bakteriya eyni mühitdə olduqda yaşama qabiliyyətlərini davam etdirə bilər? Davam etdirə bilər. Təbii ki, elə bir bakteriya olsun ki, yəni bunlar bir-birinin qidası ilə qidalanmasın. Bir-birinin qidası ilə qidalanmasın. Bu şəkildə. Bax, birə baxanda A maddəsini e, sintez etmir. 3 eləyir. 2 də eləyir. 4 də eləyir. Dəqiq birin üzərindən xətt çəkək. B-yə baxanda 1 ilə 2 eləyir. C-yə baxanda C maddəsini yalnız 3 sintez eləyir. D maddəsini 1, 2 və 4 eləyir. Y maddəsini isə yalnız 1 sintez eləyir. F maddəsini həm 2, həm 3 sintez eləyir. Buradan görünür ki, nədir? Belə deyək də, bax, bir canlısı, birinci bakteriya növü, 2 ilə də, 4 ilə də bir yerdə yaşaya bilməz. Amma 3 ilə bir yerdə yaşaya bilər. 3 özü də 2 ilə və 4 ilə bir yerdə yaşaya bilməz. Amma 1 ilə yaşaya bilər. Bir-birinə heç bir cəhətdən mane olmazlar. 1 və 3 götürüləcək. Cavabımız A bəndi. 32-ci sualda polihibrid çarpazlaşmaya aid bir sualdır. Müəyyən genotipli valideynlər verildi. Deyir ki, bunların çarpazlaşmasından böyük A, böyük B, kiçik C, böyük D fenotipli fərdlərin əmələ gəlmə ehtimalı hansı nisbətdə olar? Genlər ilişikli deyil, tam dominantlıq mövcuddur. Gəlin monohibridə gətirək də. Yəni böyük bir şey deyil ki. Böyük A, kiçik A çarpazlaşır böyük A, kiçik A. Burada nə alınır? Bir dənə böyük A alınır. 2 dənə böyük A, kiçik A alınır. Bir dənə də kiçik A alınır. Böyük A fenotipi 4 kombinasiyadan 3-ündədir. Böyük B, kiçik B-nin də həmçinin burada böyük B, kiçik B ilə çarpazlaşdıranda monohibrid çarpazlaşmadır. Bir dənə böyük B, 2 dənə böyük B, kiçik B, bir dənə də kiçik B, kiçik B'dir. Yenə böyük B-ni istəyib, yenə ehtimalımız 4-də 3-dür. Böyük B fenotipi üçün. 4 kombinasiyadan 3-ündədir. Yenə böyük C, kiçik C-ni çarpazlaşdırıb böyük C, kiçik C ilə bir dənə böyük C, 2 dənə böyük C, kiçik C və bir dənə də kiçik C, kiçik C-dir. Yenə 4 kombinasiyadan 3-ündə bu səfər kiçik C-ni istəyibdir. Düzdürmü? Kiçik C-ni istəyibsə ona uyğun baxaq da.
Kiçik C 4 kombinasiyadan birində üzə çıxır. 4də 1 ehtimal. Böyük D böyük D ilə çarpazlaşdıranda kiçik D ilə ancaq böyük D kiçik D alınır. Bir ehtimal da budur. Ehtimalları bırak da bir-birinə. Böyük A fenotipi 4'te 3 idi. Böyük B fenotipi 4'te 3 idi. Kiçik C fenotipi 4'te 1 idi. Böyük D fenotipi de 1 idi. Buranı eləyir 60. 4'te 9. Yəni bizim cavabımız olacaq 32-ci sualda C bəndi. 33-cü suala gəldik. Bizə deyir ki, verilən canlılardan hansının inkişaf mərhələlərinin müxtəlifliyi daha çoxdur? Təbii ki, bax, A'dır, C'dir, D'dir ki, bunlar düzünə inkişaf edir. Düzdür, yumurta və yetkin fərdi. Çərkədə yumurta, sürfə, yetkin fərdi. May böcəyində yumurta, sürfə, pulp və yetkin fərd. 4 mərhələdir. Müxtəlifliyi daha çoxdur. 34-cü sualda aşağıdakı cədvəldə 4 canlının aid olduğu sistematik taksonlar verilmişdir. Buna görə aşağıdakı canlıların hansılarının bir-biri ilə qohumluq əlaqələri digərlərindən daha yaxındır. Aləmdən düşək də üzü aşağı doğru. 4 dənəsi də hamısı eyni aləmdir. Birincinin, üçüncünün və dördüncünün tipləri eynidir, həmçinin sinifləri də eynidir. 1 ilə 4-ün dəstəsi də eynidir. Ucu hamısının fəsilələri, cinsləri və növləri fərqlənir. Eyni dəstədən olan hansı olur? 1 ilə 4. Cavabımız C bəndidir. Bax, bunu bir neçə sınaq qabaqda Zülal müxtəlifliyi ilə sual vermişdi. Eyni bu tip sualı. Sadəcə cümləni dəyişib elə şeylərdə çaşmayın. Şəkildə təsvir olunan proses nədir? Konvergensiyadır da. Müxtəlif sistematik kateqoriyalara aid olan canlıların oxşar mühit şəraitində oxşar bədən forma qazanması. Konvergensiyadır. B bəndi. Olur 35-ci sualın cavabı. 36-cı sualda raxit xəstəliyinin müalicəsində istifadə olunan bitkilər haqqında hansı fikir doğrudur? Raxit xəstəliyinin müalicəsində istifadə olunan bitkilər laminariya yosunudur. Toxum əmələ gətirir, xeyr. Erkəkliyə malikdir, xeyr. Yumurtalığa malikdir, xeyr. İbtidai bitkilər aiddir. Bəli, yaşlı rəngdə olur, xeyr. Qonur rəngdə olur. Cavabımız D bəndi. 37-ci sualda verilən fikirlərdən hansı doğrudur? Yastı qurdların həzm sistemində maddələrin hərəkəti bir istiqamətlidir. Bəli, doğrudur. Anal dərik yoxdur. Zəllər azqıllı qurdlar sinfinə aiddir, xeyr. Doğru deyil, zəllər sinfinə aiddir. Soxulcanda metanefridlərin sayı hər zaman cüt olur. Bu da doğru bir fikirdir. Həlqəvi qurdların parazit nümayəndələri var. Həlqəvi qurdların parazit nümayəndələri var. Qoyun bir düşünək bunu. Düşündüyümüz zaman bəli, həlqəvi qurdların parazit nümayəndələri var da zəlilər. Doğrudur. Burada birincidə mən çaşdım. Yastı qurdların həzm sistemində maddələrin hərəkəti bir istiqamətli yox. İki istiqamətlidir. Ağızdan bağırsağa, bağırsaqdan ağıza. Diqqət etmədim buna. Toxucanda selumun içərisini dolduran maye skelet rolunu oynuyor. Bəli, əlbəttə ki, kitab cümləsidir. Olduğu kimi. 3, 4, 5 C bəndidir. 38-ci sualda şəkildə verilən çoxalma üsulu yarpaq vasitəsilədir. Begoniyadır, uzanbar bənövşəsidir falan filan bu şəkildə cavabımız Y bəndi olaraq götürüləcək. 39-cu sualda lövhəcikli göbələklərdir. Şampinyon, solğun əzvay lövhəciklidir. Yağlı göbələkdir, qob göbələyidir, ağ göbələkdir. Bunlar borucuqlu göbələklərə aiddir. Cavabımız D bəndi olmuş olacaq. 40-cı sualda X, Y, Z-in qiymətini istəyir bizdən.
Deyir ki, Ulostrix yosunlarının cinsi çoxalmasında iştirak edən qametlərdə olan qamçıların sayı 56-dırsa, həmən bölərəm 2-yə, taparam 28 qamet. 28 qamet 2 birləşərək bir ziqot əmələ gətirdiyinə görə 28-i 2-yə böldüm, 14 dənə ziqot elədim. 14 ziqotdan, hər ziqotdan 4 dənə qamçısız spor yarandığına görə 14-ü 4-ə vurdum, 56 dənə qamçısız spor elədim. Əmələ gələn cavan fərd sayı da elə 56 dənə olacaq, çünki spor sayına bərabərdir. Cəmlədiyim zaman 14 üstə 56 üstə 56. Bu deyir 126. Yəni 40-cı sualın cavabı A bəndi. Belə, əzizlərim, bu dəfəki test izahlarımızdan bu qədər. Sağ olun, hələlik.